Siz bir bunun yumuşaqlığına, xırçıltısına, hələ dadına bir baxasınız. Ləzzətdir, ləzzət. Əgər ciyəri sevmirsinizsə, bu dadlı ciyər pirajkisi reseptini inanın ki, çox sevəcəksiniz. Çünki təkcə yağ soğan yox, içərisinə həm kök, həm də qoz qatıram. Birlikdə yağ soğanda yaxşı qovururam. İndi isə keçirəm xəmirə. Vacib məqamlardan biri də xəmirə yumurta və mayonezin vurulmasıdır. Çünki bu ərzaqlar xəmirə həfif bir xırçıltı və inanılmaz bir ləzzət qatır. Xəmir isə mütləq ələ yapışan xəmir olmalıdır. Üzərini bağlayıb ilıq bir yerdə gəlməyini gözləyirik. O zamana qədər isə içliklə məşğul oluruq. Dikdən sonra pərdəsini və rezin kimi olan hissələrini kəsib çıxardıram və soymuş olan yağ soğan, kök, qoz qarışımını maşından keçirdirik. Duzun, istiotun bollucana vurub qarışdırırıq. Bu içlik bir növ elə paştetin resepti kimidir. Bu arada xəmirimiz də qəşəng gəlibdir. Əlimizi mütləq yağa batırırıq ki, xəmir əlimizə yapışmasın və orta ölçüdə kündələr tutub mən elə əlimlə yayıb içərisinə bolluca içlikdən qoyuram. Mən xəmirini nazik, içliyini isə bol xoşlayıram. Amma siz xəmiri daha qalın edə bilərsiniz. Xəmir o qədər gözəl alınır ki, hər bir halda çox dadlı olacaq. Bu arada az qalmışdı ki, zirinci unudum. Çünki zirinc ətə yaraşdığı kimi elə ciyərə də yaraşdı. Və qazançada yaxşı isidilmiş bitki yağında qızardırıq. Vəssalam. Bu da bizim ciyər pirajkilərimiz. İnanın ki, neçə vaxt idi ki, ürəyimə düşmüşdü. Çünki ətdir, kartofdur. Amma ciyər pirajkisinin həqiqətən də öz yeri var. Xüsusən də belə qatıqla sevirəm yeməyi. Bəs siz nə ilə sevirsiniz? Onu da qeyd edim ki, bu içlikdə mən blinçiklər də hazırlayıram. İnanın ki, çox dadlı olur. Mütləq yoxlayın.